ki, İmam Zamanın qeybətdə olduğu dövrdə müsəlmanların vəzifələrindən biri də onun olmamağına qəmlənməkdir. Oxuya bilərsiniz kitablarda ki, vəzifələrdən biri nədir? Biri də budur ki, onun olmamasına qəmli olmaq, kədərli olmaq ki, o yoxdur bizim içimizdə, bizim aramızda. Yəni bizim gözümüz onu görə bilmir. Amma hərəsi bir şeyə görə qəmlidir və bir şeyə görə onu arzulayır insanlar. Birinin müşkülü var, məsələn, çətinliyi var, maddi sıxıntısı var. Dua edir ki, ağa gəlsin, dünyada hamı zəngin olsun, bunun dərdi həll olsun. Biri xəstədir, İmam Zamanı istəyir ki, gəlsin, dünyada elm inkişaf eləsin, xəstəliklərin çarəsi tapılsın, xəstəliyindən şəfa tapsın. Birinin başqa bir dərdi var. Biri deyir, ağa gəlsin, zülmdən nicat versin insanlara. Hərə bir şey üçün qəmlidir və onun gəlişini istəyir. Amma bütün bu qəmlər də hamısı yaxşıdır. Fərqi yoxdur. Başqa bir səbəbə görə də İmam Zamana bağlanırsa insan, hətta dünyasına görə də bu da bir dərəcədir, bu da bir məqamdır. Üstündən xətt çəkə bilmərik ki, bu adamlar heç. Hər halda gəlir nəticədə haqqa bağlanırsa, bu da bir məqamdır, mövqedir, bu da bir lütfüdür Allahın ki, gəlib bura qədər tanıyıb İmam Zamanı. Amma onun qeybətdə olmasının və daha doğrusu zuhur eləməsinin fəlsəfəsi, mən bir dəfə bunu danışmışam, bugün də birinci xütbəyə uyğun hissəsinə işarə edib sözümü tamamlamaq istəyirəm. İnsan ki, inna lillah, Quran buyurur, Allahdan qopub gəlib bura, məcazi mənada desək. Allahdan ayrılıb uzaq bir aləmə gəlib. Soruşsalar ki, dərəcə baxımından, məkan baxımından Allahdan uzaqlıq yoxdur. Allah hər yerdədir. Dərəcə baxımından Allahdan ən uzaq yer haradır? Cavab budur ki, maddi aləmdir. Maddi aləmdən uzaq bir yer yoxdur. Varlığın son dayanacağı maddi aləmdir. Varlıq burada dayanır. Bundan sonra yoxluq başlayır. Varlıq gəlir maddi aləmdə dayanır. Yəni Allahdan ən uzaq aləmə Allah bizi göndərib, biz insanları. Bundan uzaq yer yoxdur. Yenə də deyirəm, bu məkanı baxımından uzaqlıqdan söhbət getmir. Ki, məsələn, neçə kilometr arası var. Burada o mövzuların buna uyğunlaşdırmaq olmaz. O fərqli məsələdir, dərəcə baxımından. Maddi aləm varlığın son dayanacağıdır. Yəni hər şey var ola, gəlir, mələklər aləmi yaranır, neçə min aləm yaranır, gəlir, axırda maddi aləm yaranır. Bundan sonra da heç nə yarana bilməz deyə yaranmır. Bundan sonra da yaranmaq qabiliyyəti yoxdur. Ona görə biz burada varlıqla yoxluğun sərhəddindəyik. Belə bir aləmə göndərib Allah bizi. Və bu aləmdə dediyimiz kimi insanın ürəyində qəm var. Hansı qəm? Axı buranın deyil bu, oradan gəlib. Oradan gəlib deyə Allahdan qopub gəlib, ən uzaq yerə. İndi darıxır onun üçün, Allaha qovuşmaq arzusu ilə yaşayır. Ürəyində qəm yaranır ki, ilahi bura çox uzaq yerdir. Mən istəyirəm öz vətənimə qaydam. Hubbul vətən minəl iman, vətəni sevmə imandandır. Həm torpaq məhəbbətidir, həm də deyirlər onun bir irfani mənası da var ki, insanın vətəni Allahdır. Allahdan qopub bu dünyaya gəlib deyə onun üçün darıxır, onu sevir və o imanın əlamətidir. İnsan o həsrətlə yaşayır dünyada. Ürəyində bu qəm var, Allahdan ayrılıq qəmi. Bu qəmi yüngülləşdirmək üçün ki, bu qəm biraz yüngülləşsin, Allah övliyaların göndərir cəmaatın içinə. Bu övliyalar nə üçün gəlir? Neçə səbəb var? Biri də budur ki, bu övliyalar Allahın xəlifəsidir yer üzündə. Yəni Allahın maddi bədəndə Allahın təcəssümüdür, güzgüsüdür. Güzgü mənasındadır. Yəni o dəfə də mən demişdim bunu. Bizdə bir söz var, deyir, oğlumun iyini bundan alıram. Məsələn, nəvəsinə deyir. Oğlu dünyasını dəyişib, ana deyir ki, oğlumun iyini bundan alıram. Allahdan ayrı düşən insanda Allahın qoxusunu onun vəlilərindən alır, övliyalardan. İmam buna görə lazımdır. Peyğəmbər buna görə lazımdır. Bunlar sanki bu dərdi biraz yüngülləşdirir. İnsan onları ziyarət eləyir, onlarla təmasda olur, onlarla get-gəl eləyir. Allahın bir parçasıdır məcazi mənada desək, məcazi mənada, maddi mənada yox. Allahın sifətlərinin güzgüsüdür. Onlara yaxınlaşdıqca insan sanki Allaha yaxınlaşır. Və bu dərdi biraz azalır, biraz təskinlik tapır. Onsuz da dərd içindədir, bu qəmi biraz azalır.
İndi biz ki bu zamanda yaşayırıq, bizim iki dərdimiz var. Bir, bütün insanların dərdi ilə biz şərikük, hamımız. Bütün peyğəmbərlərin dövründə yaşayan insanlar Allahdan uzaq düşüb dünyaya gəliblər deyə artıq qəm içindədirlər. Bu qəmdə biz başqa ümmətlərlə şərikük. Bir dənə bizim qəmimiz var ki, o başqalarında yox idi. O da nədir? O da budur ki, Allahın vəlisi bizim gözümüzdən gizlidir. İmam Sadiqi rahat gedib görə bilirdilər. İmam Baqiri rahat gedib görə bilirdilər. İmam Hüseyni rahat gedib Mədinədə ziyarət eləyə bilirdilər. Və biraz ürəkləri sərinlənirdi. Çünki onlar Allahın əlaməti idi yer üzündə.